Sizin ananız yaşlıdır. Bəli, bəli. Sizlə də qalır, Mənlə qardaşlarınız da qalır deyəsən. Yox, mənlə qalır. Yalnız sizlə qalır. Anam məndən qalır, çünki elə əsas onun xarakteri mənim yoldaşımla daha çox tutur. Onun da qulluğunda elə yoldaşım durur və bütün elə tədbirlərə də anam da bizlə hara gediriksə, hansı tədbirdə oluruqsa, bizlə bir yerdəcək. O sui-qəsddən sonra ananız xüsusi qorumağa başladı sizi. Ay bala, ora getmək, ehtiyatlı olun. Yəni yox, anam özü də bir inqilabçı qadındır da. O belə odlu, alovlu. Qorxutmaq olmur. Qorxmaz, o dəhşət bir qadındır. Elə mənə də bəlkə də biraz oradan gedir. Mən anama daha çox çəkmişəm. Anam çox istedadlı. Mən hətta şeir yazmağı da anam mənə öyrədib. Özü məktəb oxumuyub, amma çox istedadlı bir demək qadındır. İstənilən sahədə, məsələn, bu gün oturar ərəb dilində Quranı axıra qədər oxuyar, çıxar, özü öyrənib hamısını. 84 yaşı var, amma maşallah, yəni bir gün oxumadan, bir gün özünün bağçası var, orada hər gün işləyir, əkir, becərir. Bəzən göyərti falan biz düşəndən almırıq, anam hamısını.